اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Niye Zəhra deyiləndə gözümüz dolmalıdır? Niye Zəhra deyiləndə gözümüz dolmalıdır? Niye bir qönçə açılmazdan əvvəl solmalıdır? Niye bu ümmət anası gecə dəfn olmalıdır? Niye bu ümmət anası gecə dəfn olmalıdır? Bu iş aşıqları salmış necə gör bir dərdə. Bu iş aşıqları salmış necə gör dərdə. Bu sualın cavabın kim verəcək məhşərdə? Bu sualın cavabın kim verəcək məhşərdə? Allah Teala o sualın cavabın açıqlayan hüccətin zuhurunu tezləşdirsin. Bizi o zuhura hazırlanlardan qərar versin. Xanım Zəhra salamun əleyhanın pak ruhuna salavat xətm eləyək. Sallallahu ala Muhammed ve ali Muhammed ve accil faracahum. Biz o günləri yadınızda olsa ərz elədik. Dedim ki, əslində xanım Zəhra salamun əleyhanın Fatimiyyə məclisləri, sözümə başlanmışdan qabaq əziz ruhani qardaşlarımdan dönə-dönə üzr istəyirəm. Fatimiyyə məclisləri ərz elədim ki, əslində imamətin, vilayətin, Əmir-ül-Mominin əssalamın haqqının müdafiə olunan günləridir. Mən bir dənə hadisəni Əmir-ül-Mominin əssalamın həyatından burada qeyd eləmişəm, ondan gəlmişəm xidmətinizə. Sonda gətirib xanım Zəhra salamun əleyhanın nəyi müdafiə eləməyin inşallah oradan danışacağıq. Bir dənə də telefonlarınızı zəhmət olmasa qoyasınız, diqqət eləyəsiniz ki, tabi mən bərəkətli gözlərinizə baxıb danışa biləm inşallah. Əmir-ül-Mominin əssalam Nəhcül-Bəğənin orijinalda 261-ci hikmətdir. Tərcüməyə baxmışam 253-cü hikmətdir. Ağa buyurur, o belə başlayır o hikmət. Qalə Aliyyun aleyhissalam ləmmə bələğə iqarətü əshab-ı Muaviyyə aləl-ənbar fəxərəcə binəfsi maşiyən hətta ətən nuxeylə və ədrəkəhun nas və qalu ya əmirəl-muminin nəhnu nəkfikum. Belə başlayır 261-ci hikmət. Əvvəlcədən xəbər verir. Mən də ərəbisini oxumayım, çünki deməli sözlərim var, çata bilim ora. Nə qədər Süffeyn müharibəsi baş verməmişdi. Süffeyn müharibəsi Əli əleyhissalamla Muaviyyənin arasında 3 dənə müharibə olub. Daha doğrusu Peyğəmbərdən sonra Əmir-ül-Mominin əleyhissalamın xilafət dövründə 3 dənə Əli əleyhissalama qarşı müharibə eləyiblər. Cəməl Muaviyyənin hiləsi ilə olub. Ayşəni aldadıb, oturdub dəvənin üstünə göndərib Cəmələ. Cəməldən sonra Süffeyn baş verib. Süffeyndən sonra Nəhrəvan. Bu 3 dənə müharibə Əmir-ül-Mominin əleyhissalama qarşı. Bu Süffeyndən qabaq Əli əleyhissalamın bəzilər deyər ki, Mədinədə olub. Peyğəmbər şəhərindən, Peyğəmbərdən sonra xəlifələr də orada xəlifəli eləyib. Niyə Əli əleyhissalam gəldi Kufiyə paytaxtı köçürtdü? Bilirsiniz, Muaviyyə Şamı işğal eləmişdi. Eləmişdi Əməvi təfəkküründə. Şamın sərhəddi İraqdır. İstəyirdi İraqı da götürsün. Bilmirəm, İşid, Allah lənət eləsin, sözü yadınızdadır da. Ona ərəblər deyir Daiş. İşid tərcüməsidir. İraq, Şam, İslam dövləti güya. İraq, Şam, İslam dövləti. Əslində iblis, şeytan, ifrit, dəccəl mən deyərdim ona, əgər açıqlaması olsa. Bu
bunlar həmişə Muaviyyənin arzusu olub ki, İraqı da götürsün və bu gün o Əməvi təfəkkürü də onu istəyir. Və Əmirül-Möminin əssalam İraqı Muaviyyənin şərrindən qurtarmaq üçün Mədinədən götürtdü paytaxtın Kufiyə. İnşallah Kufə Həzrət İmam Zaman əleyhissalamın da paytaxtı olacaq. Və Ağa Əmirül-Möminin əssalam ta o vaxta qədər, yəni Süffin müharibəsinə qədər Muaviyyə qoşun göndərirdi İraqın şəhərlərinə. Qarət elətdirirdi, malların, mülklərin, insanları da öldürtdürürdü. Bu hadisə, bu oxuduğum Nəhcü Bəlağanın 261-ci hikməti budur. Həzrət Əleyhisselamın xilafət dövrü idi. İraq şəhərlərinə növbəli şəkildə qoşun göndərən Muaviyyə qarət elətdirir, qətliam elətdirir. Bu Ənbar şəhəri var İraqın, bugün də var o şəhər. İraqın qədim şəhərlərindəndir. Məsələn, Bağdad cavan şəhərdir. Amma Ənbar Bağdaddan əvvəl İraqın paytaxtı olub. Ora niyə Ənbar deyiblər? Sasanilər dövründə Sasani hakimiyyəti İraqda silah və sursatların o şəhərdə saxladıqlarına görə oranın adını deyiblər Ənbar. Biz Ambar deyirik. Elə o vaxtdan da İraqın o şəhərin adı qalıb Əl-Ənbar. Ambar da bizim bildiyimiz yer sözdür də. Və o şəhərə hücum elə əmri verib Muaviyyə, dediyim kimi İraq, Bağdad cavan şəhərdir, Mənsur Dəvanəqinin dövründə tikilib, İraqın paytaxtı əvvəl ora olub. Muaviyyə Süfyan adında bir sərkərdənin başçılığı ilə böyük bir qoşun göndərdi Ənbar şəhərinə. Nə qədər beytülmal var götürün, şəhəri xaraba qoyun. Şəhərin valisi Əmirül-Möminin əssalamı sevənlərdən, Əli əssalamın tərəfdarlarından Həssan adlı bir mömin idi. Bu az bir dəstə ilə nə qədər müqavimət göstərdi Muaviyyə qoşunun qarşısında, müdafiə gücü çatmadı. Axırda 30 nəfərlə qaldı müdafiədə. Çıxdılar, döyüşdülər. Həssanı və 30 nəfəri də bir yerdə Muaviyyə qoşunu qılıncdan keçirdi. Əli əssalamın yaxın dostlarından da öldürdülər. O vaxt indiki kimi rasiya yoxdur, telefon yoxdur ki, xəbər verəsən. Ağaya xəbər neçə gündən sonra çatdı ki, Muaviyyə hücum eləyib Ənbara, Həssanı öldürüb 30 nəfər möminlərlə bir yerdə. Əmirül-Möminin əleyhissalam düşdü mənbərdə, dedilər imama. İmam düşdü yerə, əbasını da götürdü əlinə, qəzəbli şəkildə piyada. Deyir, ağa bu hadisiyə o qədər qəzəbləndi, piyada şəkildə düşdü. Nəhcü Bəlağə yazır ki, oxudum bayaq ərəbisin. Maş, yəni hətta ən-Nuxeylə. Nuxeylə adlı məntəqiyə qədər ağa piyada gəldi. Mən bayaq elə burada oturanda internetdə baxdım ki, Kufə ilə Nuxeylənin arası nə qədədir? Nuxeylə düşərgə idi. Gördüm ki, 44 kilometrdir. İmam o qəzəblə piyada düşdü yola, Ənbara tərəf gedir, Nuxeylədə çatdılar imama. İmam Nuxeyliyə qədər piyada getdi. 44 kilometr. Dedilər, ağa sən hara gedirsən, biz ölməmişik ki, biz sənə kifayətik, döyüşmək əmri ver, hamımız qalxsın. Ağa buyurdu, oxumuşam ərəbisin. Allaha and olsun ki, siz mənə özünüz üçün bəs deyilsiz. Başqaları üçün necə bəs ola bilərsiniz? Mənə deyirsiniz, biz sənə bəsik. Ağa, burada şikayətlənir ümmətdən, müsəlmanlardan. Sözə baxın, əgər məndən əvvəlki hakimlər həmişə rəiyyətdən, hakimlərdən rəiyyət narazı olub, həmişə rəiyyət hakimdən şikayət edib, amma mən tərsinədir. Mən rəiyyətimdən narazıyam. Sanki elə bil mən tabi, onlar rəhbərdilər. Və ya mən əmri yerinə yetirən, onlar amirdilər. Elə bil belə olub. Sadəli cəmiyyətə elə bil yaramır, sui-istifadə edirlər. Ağa buyurur, ya əşbahər rical vələr rical. Ay kişiyə oxşayıb kişi olmayanlar.
27-ci xütbədə də Nəhcübəğdə bunun oxşarını mən axtardım. 27-ci xütbədə daha geniş şəkildə, daha onu oxumuram, daha geniş şəkildə ağa buna izah verir. Qardaşlar, niyə görə mən cümədə də məzlumun müdafiəsini oxudum və inşallah oxuyacağıq bu xütbədə də. Əmirül-Möminin əssalam özü buyurur, mənim üçün məzlum olmayıb. Biz o xanımın yasında əyləşmişik ki, o xanım məzlum imamın müdafiəsində canın və balasını qurban verib. Peyğəmbərimizin zamanında Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdi, Rumlular Mədiniyə hücuma hazırlaşıblar, əkin-biçin vaxtı idi. Mədinə ilə Rumun sərhəddinin arası 700 kilometrdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem cihad əmri verdi. Dedi, əkin-biçin vaxtı, bu havanın isti vaxtı. Allah Rəsulü əmr verdi, hamı cihada Təbuka. Bilirsiniz, o Təbuka gedəndə yolda nə qədər adam acından, susundan, yorğunluqdan tələf oldular. Hələ Quran-ı Kərim Tövbə surəsində yoldan qayıdanlar haqqında da ayə göndərib. Və alə-səlatətillədinə xollifu, belə bir ayədir Tövbə surəsində. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəldi Rumun sərhəddinə, Rumlular plan çəkirdilər ki, Peyğəmbərə hücum eləsinlər. Biz də onda gördülər, Peyğəmbər, biz adını tutmuşuq müharibənin Rumun sərhəddindədir. Bu ürəkdən, bu əqidədən qorxdular, Rumlular müharibə etmədən Peyğəmbərə tabi oldular. Peyğəmbərin bu hərəkətini gördülər. İmam buna görə buyurur ki, siz oturubsuz burada, mən deyirəm, gedək Muaviyyənin qarşısına la, siz oturubsuz düşmənin gəlib ocağımızın başına çıxmaq istəyirsiniz. Gəlirlər qulağımızın dibində ənbarı yerlə yeksan edirlər. Mənə qəm şərbətini qurtum içirtdiniz. İbn-i Əbil-Hadid yazır, yeganə xütbə bu idi ki, imam qəhərlənərək boğazında səsi tutula oxudu bu xütbəni. Xütbənin yenə deyirəm, yerin baxmaq istəsəz, Nəhcübəğə 261-ci xütbə ərəbisidir. Azərbaycanla tərcümələrdə 253-cü hikmətdir. İmam Hadi aleyhissalam, yəni Əliyyən Nəqi aleyhissalam 10-cu imamımız, Əli aleyhissalamın ziyarətnaməsində belə oxuyur. Əssalamu aleyk ya vəliyyəllah, əntə əvvəl məzlum və əvvəl mən qusbə haqqı. Salam olsun sənə ey Allahın vəlisi Əli aleyhissalam. Sən əvvəl məzlumsan və əvvəl ən öndə gedən haqqı qəsb olunansan. Mən buna biraz açıqlama verəcəm. O bir-iki dənə də Əli Əsəlamın sözündən deyim bunun təsdiqin, möhrün vuraq, keçək nədir bu haqqı qəsb olunmaq. Biharul Ənvarda 27-ci cilddə 372-ci səhifədə hədis buyurur. Həzrəti Əli Əsəlam buyurur, bütün mənbərlərinin sonunda bu sözü deyib. Mənbərindən düşməmiş bu söz deyib. Ma ziltu məzlumən mond qəbədəllahu nəbiyyə. Peyğəmbər ruhu qəbz olan gündən bu günə qədər mən məzlumam. Məzlum haqqı qəsb olunan, haqqının üstünə ayaq qoyulan, haqqı əlindən alınan. Biharın 28-ci cildə Biharul Ənvarın buyurur, bir Ərabi, bir ərəb gəldi Əli Aleyhisselamın huzuruna, dedi, ya Əmirəl-Möminin, va məzlumətə, mən məzlum olmuşam, mənim dəvəmi oğurlayıblar. Mən məzlum olmuşam, mənim haqqımı alıver. Ağa buyurur, ləqəd zulimtu ədədəl mədəri vəl-vəbəri vəl-mətər. Ay Ərabi, sənə nə zulüm olub, bir dənə dəvən əlindən alıb. Amma bilirsən mənə nə zülümlər olunub? Mənə Həzrət buyurur, səhraların qumlarının sayı qədər, heyvanların dərisinin üstündə olan tüklərin sayı qədər və göydən yerə gələn yağışın damcılarının sayı qədər zülüm olunub. Bundan çox sayı yoxdur. Həzrət istəyir zülümün böyüklüyünü çatdıra bizə. Ona görə Həzrəti Əli Aleyhisselam xanım Zəhra Salamullah Aleyhanın başı üstə dizlərin qoyub oturub ağlayır, xanım da gözünü açır ağlayır. Ağa buyurur, Zəhra, mən səni ağlayıram, sən niyə ağlayırsan?
Həzrəti xanım Zəhra salamun əleyha buyurur, Əli, mən sənin məzlumiyyəti ağlayıram. Sənin haqqın əlindən alınıb ona ağlayıram. Qardaş, mən burada bir dənə haşiyə çıxıram, yavaş-yavaş sözümü dedim, bu günləri qısa eləyəcəm. Əmirül Möminin Əssalamın mən həmişə ziyarətində olanda Vadiyüssalamda buna işarə eləyərəm. Salih Peyğəmbərin qovmu Səmud qovmudur. Salih Peyğəmbərdən möcüzə istədilər. Dedilər, bu dağdan bir dəvə çıxsın, yanında da bir balası, elə süd versin, hamıya onun südü çatsın. Allahdan Salih Peyğəmbər istədi, Allah da möcüzəni göstərdi. Dəvə çıxdı, Salih Peyğəmbər dedi, bir gün siz südün yiyəcəksiniz, bir gün balası. Sağdılar, hamı süd daşıdı, Allahın möcüzəsidir. Şəhər ağrısı daşıdı, Salih Peyğəmbər dedi, amma bu südü verən dəvə gərək yesin. Bu kimin bağına girsə gərək toxunmasın buna. Dəvə də o qədər süd vermək üçün girdi bağlara, o bağı yedi, bu bağı yedi. Axırda dedilər ki, Səmud qovmu, dedilər, bu dəvəni gərək öldürək. Yığıldılar, söhbət edirlər. Quran elm əhli var burada. Şəms surəsində Allah təala fəəqəruha fədəmdəmə aleyhim rabbuhum bidənbihim fəsəbə. O dəvəni peylədilər, öldürdülər. Əli Əsəlamdan soruşdular, ağa, o dəvəni bir nəfər baltaladı. Niyə? Quranda Allah o Səmud qovmunun hamısını ittiham eləyir. Deyir, öldürdülər, cəm şəkildə deyir. Ağa buyurur, çünki o günaha hamısı razı idi. Bir cəmiyyət bir günaha hamısı razıdırsa, bir adam eləsə də hamısı ona şərikdir. Və burada mən həmişə bir söz deyərəm o ziyarətdə. Deyərəm, o dəvəni Allah kim üçün göndərmişdir? Əhsən, cəmaat üçün, xalq üçün. O dəvəni kim öldürdü? Cəmaat. O dəvənin südündən verdiyi xeyirdən kim əli üzüldü? Cəmaat, əhsən. O dəvəni öldürdüklərinə görə, naşükürlük elədiklərinə görə qəzəbə kim düçar oldu? Allah Quran-ı Kərimdə Şəms surəsində ona naqətəllah deyir o dəvəyə. Allahın dəvəsidir. İmam Cavad əleyhissalam buyurur, o Allahın dəvəsidir, biz Allahın höccətiyik. Naqətullahı öldürəndə, əlləri üzüləndə nemətdən Əmirül Mömin əleyhissalam Allahın höccətidir. Allah onu cəmaata fayda verməyə göndərmişdir. Yenə öldürən cəmaat oldu. Əlləri Əli əleyhissalamdan çıxan cəmaat oldu. Əli əleyhissalamdan əl üzüləndə də Muaviyyənin dalıca gedir. Ya şərqdir, ya qərbdə, ya zülmətdir, ya nur. Ondan əlləri üzülən cəmaat oldu və o neməti öldürdüklərinə görə bu günə qədər İslam ümməti əziyyət çəkən yenə cəmaat. Hələ də pərakəndə sərgardandır İslam ümməti. Hə, indi yaxşı, soruşa bilərsiniz. Xanım buyurur, Əli, mən sənin məzlumiyyəti ağlayıram. Əli, soruşa bilərsiniz, nə məzlumiyyəti? Elə deyirsən, Əli məzlumdur. Mən bu sualı birdən zehnimə gəldi. Birdən o cəmaatdan biri durdu, soruşdu. Elə sən deyirsən, Əli əleyhissalama zülm olunub, o zülm nədir, o haqq nə idi? Bir, haqqının tapdalanması bu günə qədər davam eləyir. O haqq nə idi? O haqq Əli əleyhissalam Peyğəmbərin yerində oturmalıydı və İslamın bütövlükdə rəhbəri olmalıydı. O potensiyalı Allah vermişdi. Allah Əmirül Möminin Əli əleyhissalamı rəhbər göndərmişdi. Seçki ilə olmaz, həmişə deyirəm. Deyirlər, siz deyirsiniz, gərək Peyğəmbərdən sonra Əli olaydı. Biz demirik. Allah elə təyin etmişdi. Qədir-Xumda da Maidə 67, Maidə 3-ə əsasən Həzrəti Əli Peyğəmbərin yerində oturmalıydı. Siz Peyğəmbərin yerini qəsb elədiniz zorla, Əli əleyhissalamdan ayrı saldı cəmaatı, İslam ümmətinin parçalanma səbəbidir. Allah rəhmət eləsin, Ustad Məmməd Hüseyin Şəhriyara deyir, yıxılıb dinin evi, rehlət edib xətmi Rasul. Bir dənə salavat deyə yatanlar da oyansın. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil farq. Yıxılıb dinin evi, rehlət edib xətmi Rasul. Çırpılıb din qapısı Həzrəti Zəhra başına. Siqt olub mühsini, Zəhra özü də oldu şəhid. Külələndi o zamandan bəri dünya başına.
Bax, o zaman dünyanın başına külələndi ki, Peyğəmbərdən biraz sonra Peyğəmbərin qapısına hücum elədilər. Peyğəmbər qızının qapısında yandırılan tonqal biraz sonra rəngin dəyişdi. Çevrildi qılınca, Əli əleyhissalamı ibadət mihrabında zərbələdi. Biraz keçdi, o zəhərə çevrildi, İmam Həsən ağanın ciyərlərin parçaladı. Biraz keçdi, həmin dövrdə başladılan fitnə qılınca çevrildi, İmam Hüseyin əleyhissalamın başın bədənindən ayırdı. Biraz keçdi, o ipə döndü, bağlandı xanım Zeynəbin əllərinə, xanım Zeynəbi Şama apardı. Biraz keçdi, zəhərə çevrildi, imamları zəhərlədi. Biraz keçdi, elə bir zindana çevrildi ki, zamanın imamın qeybət zindanında saxladı. Hamısı o qapıdan başladı. Biraz keçdi, Əli Əsxərin boğazına dəyən ox oldu. Əbəlfəz ağanın qolların qələm eləyən həmin fitnələr oldu. Lənəllahu, necə deyirik ziyadaşıda? Əsəsə əsədən dolm. Bu zülmün əsasını qoyan, o cibtlə tağuta Allah lənət eləsin inşallah. Əbədi lənət eləsin. Yaxşı, haqqının tapdalanmasını dedim, nədir? Əli əleyhissalam Peyğəmbərin yerində olmalıdır. Bu günə qədər həmin qüvvə ki, Əli əleyhissalamı qoymadılar, Peyğəmbərin yerində oturalar, həmin zülm bu günə qədər davam edir. Hey Əli əleyhissalamın əleyhinə təbliğatlar gedir. 2. Fəzilətlər verib Allah Əmirül-Mömin əleyhissalama. Fəvqəladə möcüzələr verib, fəzilətlər verib. O fəzilətlər həmin gündən bu günə qədər inkar olunmalıdır. Dünyanın ən qara səhifəsi, hicrətin 41-ci ildir. Bunu neçə dəfə demişəm, Muaviyə xilafətə gəldi. Müsəlmanlar İmam Həsən ağanı tək qoydular və şəraiti yaratdılar. İbn-i Əbdülhədid deyir, həmin ildən Muaviyə fərman verdi ki, kim o bir xəlifələrdən fəzilət yazsa, nə qədər desələr mükafat verəcəm. Amma kim Əlidən yazsa, bütün dövlət hüquqlarından məhrum olacaq. Küçədə gəzirdilər, Əli adında uşaqları tutub boğazın, başın bədənindən ayırırdılar. Muaviyə siyasəti buydu. Əli adın kəssin. Hətta bir dəfə deyirdi, mən onda rahat olacam ki, bu minarələrdən Muhammedur Rasulullah yığışdırılsın. Üçüncü nə idi? Bu günə qədər bu təqiblər və təzyiqlər davam edir. Üçüncü nə idi? İqtisadi zülm. Qardaşlar, buna diqqətlə qulaq asın, bu bəndlərə qurtarıram sözümü. Üçüncü bənd nə idi? Üçüncü iqtisadi zülm. Fədək xanım Zəhra salamul əleyhaya və atidəl qurba ayəsinə əsasən Peyğəmbərimiz, Peyğəmbərə verilən fədək bağın Peyğəmbər bağışladı xanım Zəhraya salamullah əleyhaya. Fədəkin gəliri çox olduğuna görə Peyğəmbər dünyasını dəyişən kimi fədəki Peyğəmbərin qızının əlindən aldılar, qəsb elədilər. Qəsb elədilər ki, neynədilər? Elə bildiniz o vaxt tutadı. O vaxtın fədək almağı sonra çevrildi. Əhl-i Beyt əleyhissalamın vaxtında bütün Peyğəmbər nəslin dövlət hüquqlarından, İslami hüquqlardan məhrum elədilər. Bilirsin oldu, həmişə Peyğəmbər balaları ip əyirdilər, yun əyirdilər, dolandılar. Bunu Bakıya Həkimə xatun gəlib. Quma xanım Məsumə salamullah gəlib. Heç biri ailə sahibi olmayıb. Əməvilər elə qərar qoymuşdu, Bəni Haşimlə evlənmək cinayət. Alan yox idi. Dövlət hüquqlarından onlara vermək olmazdı. O vaxt başladılan, fədək əlindən alınan propaganda və proqram, bugün o proqram davam edir, xumsun əleyhinə danışırlar hər yerdə. Xums olmaz, xums olmaz. Xums, Əmirül-Mömin Salam xanım Zəhra salamul əleyhanın qanının haqqıdır, Peyğəmbərin haqqıdır. Allah aşkar ayə göndərib Ənfal surəsində, xums barəsində malın artıq qalanın, ehtiyacdan artıq olanın imkanlılar ildə bir dəfə xums günü təyinləyib xums verməlidir. O vaxt fədək əlindən alınıb, bugün də o qədər, məsələn, kənar ölkələrdən cərəyanları qidalandırmaq üçün nə qədər maliyyələr gəlsə problem yoxdur, amma bir dənə Əhl-i Beyt sevər, bir dənə imkansıza bir kömək eləyən kimi deyirlər, xumsdur bu. Nə üçün verilir? Özdə qabaqlar deyirlər, xarici ölkələrə çıxarılır xums,
Allah ömrünə bərəkət versin. Seyistani ağa fətva verir ki, Pakistan və Azərbaycanın möminləri xumusu çıxartmasınlar Azərbaycandan. Elə orada imkansızlara paylasınlar. Yaxşı, o vaxt fədək əldən alınır. İndi xumusun da üstündən xət çəkək, qoy əqidəni ayaq üstə saxlayan maddi vəsait olmasın, maddi kanal bağlansın və salam. Bəs bu tələbələr nə ilə oxusunlar? Bu şiənin kasıbları nə ilə dolansınlar? Allahu Ekber. Dördüncü zülüm. Bugüne kadar devam edən zülüm. Fiziki zülümler oldu. Ali Aleyhisselam'ın özüne zulüm oldu. Balalarına zulüm oldu. Tərəfdarlarına zulüm olundu ve olunur hələ. Bir neçə il bundan qabaq IŞİD İraqa girəndə 45 dəqiqəyə 1700 əskər baş kəsdi. Bilirsin niyə? Ayırdı. Şiyəsən ya Şiyəsənsə bir kəlmə Şiyəyəm və salam 1700 əskər başı kəsdi. O dünənləri dedim. Malik Misrə gedəndə zəhərləndi. Kümeylin başını Həccad kəsdi. Qəmbərin başını Həccad kəsdi. Meysəmin başını Übeydullah ibn Ziyad kəsdi. Hab belə Saddam dünənə qədər Əməvilərin davamçısı olaraq İraqda 750 min şiə qətl elədi. Saddam 750 min şiə öldürdü. Özdə məsələn Seyyid Həkimin nəslindən 79 dənə alim öldürüb, müştehid, doktor, alimləri öldürüb. Seyyid Həkim mərhum oldu, qışlarını sındırtdırmışdı. Belin sındırtdırmışdı o cür müştehidi. Fiziki zülümlər oldu əli tərəfdarlarına. Bu müdafiənin mən sözümü gətirirəm sona. Qardaşlarım, ay Zəhraya məclis quranlar, sizə mənim canım qurban olsun. Zəhranın məclisinə gələn ayaqlarınıza bu günahkar canım qurban olsun. Niyə deyirəm bilirsin? Sizin xoşunuza gəlmək üçün yox. İstəyirəm dəyərinizi biləsiniz. Bilirsiniz niyə? O Əmirül Müminin əleyhissalamın məzlumiyyətin bu gün o gün xanım Zəhra müdafiə edib. Bugün onun səngəri 2 dənədir. Bir, adam nə ilə marifini saxlayar? Bir bayramla, bir matəm əzanla. Məsələn, biz bu günləri torpaqlarımızın işğalda olmasın, 30 il işğal qığılmasın, biz elə təkcə zəfər günü ilə qeyd eləmirik ki. Biz Xocalını keçirdirik, 20 yanvar qətliam günü keçirdirik, tarixdə yaşatmaq üçün. Biz Əli səngərin 2 şeylə qoruyacağıq. Bir Qədirxumla, Qədirxumu təbliğ eləyib bayram kimi cəmaatın canına hopdurmaqla, bir də Fatimiyyə günləri Əmirül Müminin haqqının səngəridir. Ona görə siz bugün o səngərdəsiz, evləriniz abad olsun. O məclisə gəlmək özü bir kişilik istəyir, bir qeyrət istəyir, bir cürət istəyir. Xanım Zəhra salamullah, evimdə oturmuşam da Xanım Zəhra salamullah bu günlərin məclisində olmaq, onun haqqın müdafiə eləməkdir. Fatimiyyə, mən Qədirxum deyirəm, Fatimiyyə məclisləri Qədirxumu yaşadan, Fatimiyyə məktəbi özü Qədirxumu yaşadan bir məktəbdir. Əgər bu 2 dənə tətil olsa, Qədirxum və Fatimiyyə tətil olsa, məzhəb tətil olar, əqidə tətil olar, aradan gedər. Ona görə balaca bilmə bu məclisləri, Allah evi abad eləsin. Allah razı olsun o şəxslərdən ki, hər yerdə uşaqlarının adını Əli qoyurlar, hər yerdə Ya Əli deyirlər, hər yerdə Fatimə deyirlər, Zəhra deyirlər, hər yerdə Əlinin balalarının ziyarətinə gedirlər və onların əlamətdar günlərin, mövlud və şəhadət günlərin qeyd eləyirlər. Allah bu Peyğəmbər mənbərindən deyirəm, Allah onlardan dünya və axirət razı qalsın. Onlar da bu günləri məclisdədir. Onların bir hissəsi bu məclisdədir. Allah sizin də evlərinizi abad eləsin inşallah. Mən gəldim zikri müsibətə. Qardaşım inşallah bizə feyz verər. Mən bir cümlə deyim inşallah, sonra bir beyt oxuyum, düşüm yerə. Qardaşım inşallah bizi bərəkətli nəfəsini aparar xanım Zəhranın o yanmış qapısına. Biz bu günü izahlar eləyirik Əyyam-ı Fatimiyyədən. Amma niyə ağlayırıq? Niyə ağlayırıq? Çünki xanım Zəhra salamullah özü ağlayıb. Ağlamaqla etirazını bildirib. Ağlamaq özü zülmə qarşı bir etirazın növüdür. Özdə mən həmişə deyirəm, mənim ağlamağımda ola bilər qatqı olsun. Oturaram orada dədəminlə ana deyəndə öz anamın yadıma sağlaram, ağlayaram.
Amma məsum ağlayırsa, məsumun hər bir hərəkətində məna var. Ağlamağının təfsiri var. Niyə ağlayır? Yəni Peyğəmbər əhl-i beytinə zülm olunub. Bir buna görə, bir xanım Zəhra ağladığına görə ağlayır. Bir də bilirsən niyə ağlayırıq? Əgər xanım Zəhra şəhid olanda təzə dağ görmüş olmasaydı, babası Peyğəmbəri təzə əlindən verməsəydi, yox, xanım Zəhra cavan olmasaydı, yox, xanım Zəhranın bətnindəki Möhsini şəhid olmasaydı, bu günləri dünyada hamilə xanımlara xüsusi diqqət var, uşaqlara xüsusi diqqət var. Əgər xanım Zəhra o qapı arasında qalanda hamilə olmasaydı, sinəsinə mismar batmasaydı, gecə dəfn olunmasaydı, gizlin dəfn olunmasaydı, dəfninə 7 nəfər toplaşmasaydı, çox adam olsaydı və Zəhranın qəbri aşkar olsaydı, biz onu ağlamazdıq. Gedərdi onun qəbri üstə oturub ağlayardıq. Məclis qurub ağlamazdıq. Bayaq dedim Əmirül-Mömin əsələm oturub xanımın başı üstə, dizlərin qoyub başı üstə yerə, oturub ağlayır, gözlərinin yaşı tökülür xanımın surətinə, xanım gözlərini aç gördü, İmam-ı Ərş-i Zəmin ağlayır. Bir əli qabırğasında, bir əli gətirdi, imamın gözünün yaşını sildi. Gətirdi, qoydu sinəsinin mismar yarasına. Zəhra, kaş sən ölməydin, mən öləydim Zəhra. Zəhra, mən səni ağlayıram, sən niyə ağlayırsın? Əli, sənin məzlumiyyət ağlayıram. Zəhra, niyə göz yaşımı götürüb sinövə çəkdin? Əli, babam Peyğəmbərdən eşitmişəm, məzlumların göz yaşı yaralıların yarasının məlhəmidir. Əli, dünyada sənin kimi, məzlum mənim kimi yaralı hanı? Amma oğlu, otur başın üstə danışıq. Başın qoydu ağanın dizi üstə. Gözümü bağla, Əli can, sənə Zəhra qurban. Gözümü bağla, Əli can, sənə Zəhra qurban. Ölürəm hali pərişan, sənə Zəhra qurban. Ayağa durmağa imkan olsa, Əli silləm üzüvi. Ağa özüm duraram, göz üzük silərəm. Məni əfv eylə əmoğlu, yerə salma sözümü. Sən Hüseynin canı, çox ağlama, yorma özümü. Əli qabırğalarımın yarası məni bu qədər incitmir əmoğlu. Amma sən ağlayanda dünya başıma yıxılır Əli. Ayrılıq vaxtıdır, bir ləhzə dolandır üzüvi. Əmoğlu, ayrılıq vaxtıdır, üzüyü döndər. Xəstə canım çıxa Zəhra sənə qurban Əli. Hər yerdə oturubsan bir nalə ilə denən, ya Zəhra